Salam aleykum, hər vaxtınız xeyir olsun. Həmişə demişəm, yenə də deyirəm. Bu kruzu mənim kimi ideal yığa bilən yoxdur. Varsa çıxsın, videonu paylaşsın, duet eləsin, baxaq. Bunun tranikin yeri çürük idi, onu düzəltdim. Svarkası düzəltdim. Ondan sonra kitabın salnikləri bırakırdım, onu düzəltdim. Arka salniki düzəltdim və ondan sonra da dəyərli izləyicilərim, bu maşının yığıb qoyduq üstünə. Kalibriyana kollektoru içinin membranı xarab idi. Onu dəyişdi və baxın, həmişə demişəm. Baxın, 104 dərəcə. 104 dərəcə istiliyi var. Radiatorun krişkası hələ də açıqdır. Yəni deyirlər ki, ay nə bilim 90 dərəcədən o tərəfə açanməsə, nə bilim neynəyənməsə, mən maşını elə yığıram ki, 104 dərəcədə bu maşın krişkasını açırsan problem yaranmır. Eğer sizin de avtomobilinizdə belə bir problem varsa, mənə, yəni avtosərrafa, usta miriyə müraciət edin. İdeal şəkildə kruzunuzu yığın, verin, qızma problemindən uzaq durasınız. Sağ olun, Allah'a emanet. Videonu bəyənib, dostlarla paylaşıb, fikirlərinizi kommentdə bildirməyi unutmayın.